və 3 kilometrdən sonra bizə sağ verir. Den Haag şəhərindənik. İstiqamət Rotterdam, Utrecht tərəfdir. İnşallah yalnız avtobanda, yalnız adların sadaladığım şəhərləri tranzit keçəcəyik. Yol pulumuzu almışıq, taxografımız 3 saat 49 dəqiqə sürüşümüz görsədir, hələ ki var. Və ondan sonra yarım saat istirahət görsədir, çünki 15 dəqiqəsini dayanmışam. Bayaq prinsipi dala qabağa qoşanda qoymuşdum Atstoya. Bilmirəm hara gedirəm. Bilirəm ki, Almaniyanın sərhədinə gedirəm. Almaniyanın sərhədindən ortalara qədər bilirəm. Ondan sonra bilmirəm, sağa gedim, sola gedim, yük hardan çıxacaq. Üzü həftə sonuna gedir. Amma yəqin ki, istiqamət Polşa. Gedərəm Polşaya. Yük axtararam. Yüklənib tərpənərəm. Çünki orada mən bir dənə də maşınım var. Onu hələ yükləməmişəm. Maşın sayı bizim Dərrəcüldəki maşın sayından çoxdur, biləsiz. Baxın, hər tərəf maşındır. Sadəcə olaraq infrastruktur o cür qurulub ki, burada tıxac yalnız hadisələr, gözlənilməyən hadisələr olanda ola bilər. Digər momentdə hansısa bir svitofora görə sıxlıq və yaxud tıxac ola bilməz. Utrecht, Den Haag bizə sağa verir. Bizim istiqamətimiz sağdır. Sağa buradan gedirik dostlar, 700 metrdən sonra. Bir dənə də sağa verək ki, arxadakı balaca maşınlar rahatsızlıqla bizi keçə bilsinlər. A12 magistralına çıxırıq buradan. Normallə gedir ya, yellənmişik dostlar, biləsiz. Utrecht, Zoetermeer, Den Haag, Voorburg. Sağ gedəcək bir dənə dostlar. Bir dənə də buradan sağ veririk. Utrecht, Den Haag. Bizim istiqamətimiz buralardandır. Və buradan da Utrecht, Den Haag, Penburg istiqamətində yoldan ayrılırıq. Sürətimizi biraz da çoxaldırıq ki, avtoban sürətinə tamamilə uyğunlaşsın. Vəssalam, bu palasanı tutub dostlar, yolumuzu davam edirik. Digər avtobandan ayrıldıq biz. Daha doğrusu mən. Biz deyəndə, yəni mən cəmalda niyə danışıram? Hər dəfə bunu sual verirlər mənə yoldaşlar. Sizin adınızdan da danışıram. Hazırda məni izləyən izləyicilərin sükan arxasında fərz eləsin deyə onlar verəcəyi qərarları mən burada verirəm. 6 mərtəbəli avtobandan keçdi. Elə bir Kitaydayıq. Sürət qatarı saatda bir gedir də normaldə bir hardasa bir 150 ilə zatla. Ya biz də pis getmirik, amma sizə deyim. Yolda nəsə var, görsədir, hə var. Oy da, znak görsətdiyi gördünüz? Da, yes. Gördünüz dostlar. Xəritə mənə görsətdi ki, yolda nəsə bilinməyən znak var. Xəritə görsətdi və dedi, oradadırmı yoxsa yalan məlumatdır. Bir də baxdım, yerdə bir dənə taxta düşüb. Profil taxta. Yanından gördünüzə keçən kimi yazdım, bəli, doğru məlumatdır. İndi arxadan gələn maşınlar sağ ol yazırlar burada mənim profilimə ki, çox sağ ol. Bunlar tanımırlar, bilmirlər hansı maşındayım, ad olaraq görürlər. Happy Trucks kimi. Qoşqunu görə bilmirəm, yaxşı. Sağ tərəf rahat görsənir, amma solu görə bilmirəm. Vallahi hamı sürür, mən də sürürəm. Kimin qızında nə istəyir?
Almaniyada azdır, amma burada Avropa maşınlarından əlavə Koreya maşınları da görmək olur. Bax, qabağımızda təzə Kia Sportage gedir. Toyota nədir bu? Hibrid neydi? Cross, Yaris, Cross'tu, Corse'tu, nəsə belə bir şey. Özünüzə də burada baxa bilərsiniz dostlar, bax. Burada da özünüzə baxa bilərsiniz. Çəkilişi burada mən görürəm. Bunu qabağıma qoymaqda məqsədim odur ki, dostlar. Məsafə, məsafə, məsafə. Bu nə maşındır? Zikr. Və Zikr burada da var. Tok sisteminə çoxları keçib burada dostlar. Tok sisteminə burada çoxları çoxdan keçib hətta. Zotermeyer Maxima Plain. Plain. Bizim bildiğimiz Calvin Klein. Hədsiz dərəcədə maşın sayı çoxdur burada. Güzgümüzdə də görürük dostlar. Maşın sayı dəhşətdir. Bu şəhəri keçək, qabaqlarda videonu açaram dostlar. Bilirəm sizə maraqlıdır, xoşunuza gəlir baxmaq artıq, amma yarım saatda dayanmadan çəkiliş gedir dostlar. Rovna 30 dəqiqə çəkiliş gedir. Qatar yolu, velosiped yolu, insan yolu, maşın yolu, 6 palasa 3-3. O tərəfdə meşə. Bizə başqa kim lazımdır görəsən? Hə, dostlar? Avtopilot hələ qoymamışam ki, qarşıdakı maşın tormuz verib döngələri dönəndə maşın özü saxlayır. İstəmirəm arxadakı maşın düşünsün ki, mən piyanam. Amma dincili nətərsə qaldırmaq lazımdır dostlar. Maşın boş olanda onlar göydə olsa yaxşıdır. Amma qalxmadı. Nə elədim, qalxmadı. Düşüb parkovkada baxaram. Hətta sizə deyim, acam dostlar. Burada çox bahalı yerdir. Yəni, bir dənə yemək, yüngülvari buterbrot bir 18-20 euro. Yüngülvari də belə doymasam. İsteyen var. Buyursun ha dostum. Valla xətdən çıxdıq. Arada poğaça da almışam. Poğaça da ucuzdur. Götürürəm, muşkulatlayıram. Şəhərin ortasından avtoban gedir, amma bura heç bir aidiyyəti yoxdur şəhərin. Heç bir aidiyyəti yoxdur. Əsas pritsepimiz gəlir arxamızca. Dostlar, bu su çox gözəl sudur. Butelka 100%. Żywić. Żywić Żoş. Palyakın suydu. Ben adını da belə qoyum yaxına. Çox gözəl suda dostlar. Yəni biz nətərdir içirsən. Üzr istəyirəm su istəyənlərdən. Bəlkə yolda olan tır qaqalarımız, kollegalarımız izləyir. Amma sağ olun. Bizdən nənəm dindar deyərdi. İmam Hüseyin eşqinə. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracehum. Okeanın dibində Hollandiyada.
Sarı qulaqların yanında qoy dualara qulaq asaq. Dualar hər kəsə gəlsin dostlar. باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبحق فاطمة وأبيها وبعلها وبنيها وسر المستودع فيها يا الله يا الله يا الله يا الله يا الله يا الله Ya Allah, Ya Allah, Ya Allah, Ya Allah. İlahi Pərverdigara, İmam Zaman ağamızın zuhurunu təcil elə. İlahi Pərverdigara, sənə ant veririk. İzzətin xatirinə izzətimizi əlimizdən alma. İlahi öz nurundan bizlərə heybət əta elə. İlahi günahlarımızın üstündən qələmi əff çək. İlahi bizi izləyənlərin, bacı və qardaşlarımın nə duaları varsa onlardan qəbul elə. Bizdən iltimasa dua istəyənlərin dualarını qəbul elə. İlahi xəstələrimizə şifa inayət elə. Ölən günümüzə qədər bizlərə minnətsiz ruzi nəsib elə. Dünya və axirət bizləri Qur'an və əhl-i beytdən ayrı salma. İlahi bizim axır aqibətimizi xeyirli qərar ver. İlahi bizləri Həzrəti Əmir əl-Mu'mininin vilayətində sabit qədəm elə. İlahi əslimizdən, nəslimizdən Həzrəti Əlinin vilayətinin düşmənlərindən qərar vermə. İlahi Pərverdigara, bu əllər ki dərgahıva qaldırmışıq, naümid qaytarıb sinəmizə vurma. İlahi Pərverdigara, övladı olmayanlara əməli salih övladlar nəsib elə. İlahi evi olmayanlara ev nəsib elə. İlahi borcu olanların borcunu qaytarmaqda onlara yardımcı ol. İlahi Pərverdigara, subaylarımıza gözəl ailə nəsib elə. İlahi Pərverdigara, öz dini və ictimai vəzifələrimizi bilib onlara əməl eləməkdə bizlərə tövfiq inayət elə. İlahi bizləri elm və əməl əhlindən qərar ver. İlahi Pərverdigara, İslama xidmət eləyənləri müvəffəq elə. Bizlərə də İslama xidmət eləmək üçün tövfiq inayət elə. İlahi sənə ant verirəm xanım Fatimə Zəhranın hörmətinə. Dünyada bizləri xanım Zəhra istəyən kimi yaşayanlardan qərar ver. Qiyamət günündə bizləri xanım Zəhranın şəfaətinə bizlərə nəsib elə. İlahi Pərverdigara, sənə ant verirəm izzət və sənə ant verirəm əzəmət və. İlahi Pərverdigara, bizləri bəsirət əhlindən qərar ver. İlahi Pərverdigara, vətənimizi, millətimizi yerin göyün bəlasından hifz elə. İlahi bu vətənin keşiyində duran əskər və zabitlərimizi yerin göyün bəlasından hifz elə. İlahi şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Amin. İlahi bağışlamamış bizi bu dünyadan aparma. Nəfsimizi islah eləməkdə bizlərə tövfiq inayət elə. İlahi elədiyimiz dualara İmam Zaman ağamıza aminsi qərar ver. İlahi bu əyyam-ı Fatimiyyə məclislərini, ömrümüzün sonuncu məclisləri qərar vermə. İlahi onlar ki keçən illər bu məclislərdə, bu günlərdə iştirak ediblər, bu gün həyatda deyirlər. İlahi bu günlərin feyzindən, bərəkətindən, savabından onların ruhlarına əta elə. İlahi Pərverdigara, İmam Zaman ağamızın zuhurun bizim zamanımızda qərar ver. Allahümme salli ala Muhammed və al. Dostlar, digər kadrda sağollaşdıq. Müvəqqəti olaraq indi də avtobandayıq. Avtobandan çıxmışam indi. Gedirəm üzü. Hara gedirəm özü? Deyək ki, Almaniya sərhədinə tərəfdə. Hələ yolumuz var. Taxografımıza 2 saat sürüş vaxtımız qalıb. Sürətimiz 83. Bortumuzun zahirində 4 dərəcə müsbətdir, sıfırın üstü. Bortumuzun daxilində 25 dərəcə, 24 dərəcə. Amma sürücümüz azdır. Yemək yeri yoxdur burada. Yəni zapravkalar, bax gördüyümüz kimi, bax solda zapravkalardır. Orada da dayanıb nə yeyəsən, nə içəsən ki, bir təsiri olsun sənə. Tırparklar ağzına qədər zanetdi, harda saxlayıb açdoy verəcəm bilmirəm. O da bir ayrı dərd. Çünki parklar hamısı doludur. Hamısı, hansının yanından keçirən doludur. Xəritən boyu da burada sizə də görsədim, bax, marşrut üzəri qoyuram burada restorana. Marşrutun üzərində
Yoxdur. Bir dənə kafe yoxdur. Şəhərin özündə verilir. Yoxdur, yoxdur. Qabaqda da hadisə olub, hardasa bir 100 kilometrdən sonra sərhəd ağzına qədər tıxanıb, sərhəddə kontrol var. Kontrol edirlər yüksək səviyyədə. O şimdi dostlar, nə olacaq, necə olacaq bilmirik. Gedirik, xeyrisi. Tatlı yiyelim, tatlı konuşarım. Tuzlu yiyelim, tuzlu konuşarım. Tuzlu kalmayıp ki. Koy. Kutarıp ki bu. Niye? Heç nə yeməyəydi onda. Ama yo, tatlım var. Yani he. Var axı burada mənim tatlım. Tipiksim qalıb biraz. Dibində bizə biraz qalıb, amma alıram belə şeylər çayla içməyə. Parklar ağzına kadar doldu. Hava da artık qaralır. Saat 6'ya kalır burada. Işıklarımızı da görürsünüz da dostlar. Gizli ışıklarımız. Sağda solda. Fura neyiniyim ben? Bunun ciyarını dağıdım ya yok. Tır ötme yasağı var ya burada. Ötme yasağı var diye öte bilmirəm. Боже, как завидую. Işığı yandırsam necə? Yanmadı ki, niye yanmadı? Hə. Maşın ışıqları. Maşın ışıqları niye yanmır? Bax. Gündüz ışıqlarımız yanır diye ışıqları qoşmamışam. İndi yenə yanmır. Yanır da axı. Ha, indi yanır. Ha. Başa düştüm. Aydın da aydın. Ama McDonald's var. Bence McDonald's yiyək. Bu şəhərin özündə də yox. Yox. Şəhərin özündə də ora mən tırla girə bilmərəm. Polşanın parkları heyifdir. Yemək yeri zat tapıb yeyə bilirsən. Burada heç nə yeyib. Ya biz tanımırıq, ya nədirsə, nə Foxdursa bilmirəm. Bu boyda mıkız nakı verir bizə, amma yaralana bilmirik. Burada deyəm McDonald's. Bir də burger götürəcək. Biz burada sağı tutmalıyıq da mən bilənə, çünki yol üç tərəfli oldu. Deyən görmə ayrılmır ki, yox. Burayla gedir. Oca bunu abqon eləyə bilərəm. Bu məni yığdı bu olsun. Tormozat verir bu. Niyə qaqa, niyə gedirdin də yolu bu, qurban sana. Kimdir bu? Litov SC073. Hansısa böyük şəhərin qırağından keçirik. Bilmirəm bu arada.
keçməyəm. Yox, getdim nəysə. Solumdakı məni keçsəydi, hərəkətimi eləyərdim. Litov deyim. Həzəmandan gedir. Sağ ol qaqa, tormuz verdi ki, rahat keçə bilim. Боже, как завидую тем, кому спят по ночам. Oo. Birazdan dönür ya dostlar, xəbərimiz də yoxdur. Xəritə bizi Çvolli hara çıxardır bizi? Niyə dönür ya qardaş? Yenə o yola məni çıxardır. Get dönməyəcəm, bu yolu gedəcəm. Dünən də belə elədi. Orayla gəlirdim, çıxartdı məni o yola, ikinci yolla getdim. Gəldim yenə birləşdim orta yola. İndi də çıxardır məni ora. Sonra oradan da məni çıxardır təzədən bu bir yola. Belə düz gedirəm də. Yox, çıxmayacam qardaş. Buna bax dostlar, çıxardır sağa. Amma çıxmayacaq. Zaten çıxmağa yeri yoxdur, bağlıdır. Hava qaralır dostlar. Yavaş-yavaş sağollaşaq sizlərlə də. Sağ olun ki, məni bu yolda tək qoymadınız və eşlik etdiniz. Bu sözdə zörgənmişəm. Hollandiyadan hamımıza salam olsun. Hamımıza bir dənə bip siqnal. Gələn videolarda görüşərik dostlar. 2 saat 7 dəqiqə sürüşüm qalıb. 2 saat 7 dəqiqəyə qədər nə sürdüm və Almaniyaya dayanacağım. Almaniyada o birisi videomuzda görüşmək üzərə. Parkovka axtarıram ki, dayanım, yemək yiyim və refin təkərində dincili düzəldim ki, təkər boşlu vəziyyətdə qalxsın yuxarı. Düşüb biraz əlləşərəm ondan. Siz də Allaha əmanət olun dostlar. Bir-birinizin qədrini bilin, bir-birinizdən müğayət olun. Həyat çox qısadır və çox gözəldir. Abunə olmağı da unutmayın. Ciao.